Salam müəllimlər. Bu gün mən sizə deməli istəyirəm ki, KSG-də və yaxud da BSV-də iştirak etməyən şagirdləri qiymətləndirmə yerinə jurnala necə qeyd edirik bunu, onu sizə izah edim. Baxın, deməli, əgər KSG-də və ya BSG-də uşaq üzürsüz səbəbdən iştirak etməyibsə, məsələn, bugün siz KSG keçirirsiniz, şagird iştirak etmir və heç bir üzürlü səbəb ümumiyyətlə nədir? Üzürlü səbəb budur ki, deyək ki, tibbi arayışı var, hər hansı bir xəstəliyə görə iştirak etmir və yaxud da ki, ailəndə hər hansı bir hadisə baş verib, nə bilim, itki olub və valideyn bununla bağlı gəlib bir izahat yazıb verirsə, bu üzürlü səbəbdir. Və bu haldan iştirak etmirsə, bizə də məlumatımız var ki, bugün şagird bu səbəbdən iştirak etmir. Yenə də onun qaybını jurnalda qeyd edirik və qiymətləndirmə, jurnalın arxası hissəsində olan qiymətləndirmə hissəsinə deməli belə eləyirik müəllimlər. Orada qeyd edirik ki, baxın belə, orada qiymətləndirmədə, yəni bal yeri var, bir də qiymət yeri var. Bal yerini, bax, 2 dənə diaqrama bölürük, bal yerini 2 dənə diaqrama bölürük, sürətə qayıb yazırıq, sürətə qayıb yazıb gözləyirik. Şagird üzürlü səbəb olduğuna görə, şagird qayıdıb gələndə, biz ona, bax, burada, məsələn, summativdən neçə qiymət aldı, summativ etdik gələndən sonra ona. Deyək ki, uşaq aldı 70 qiymət. Baxın, burada 70-i yazırıq. Burada da artıq nə? Qiymətini də, yəni burada belə bir şey var. Burada da 4. 70 bölür 4. Yox, amma şagird üzürsüz səbəbdən gəlməyibsə, o zaman deməli, yazırıq ki, qayıb, bax, qayıb üzürsüz səbəb olduğuna görə, məsələn, deyək ki, diaqrama bölürük, qayıb və burada da qiymətə də 0. Çünki bu qiymətləndirilmir. Bax, bu cür nə edirik? Yenə də və yaxud da dediyim kimi, BSG-də də eyni zamanda tutaq ki, 2 həftə gözlədik, uşağın tibbi arayışı var, gəldi. Bura ki, qayıb yazmışdıq, sürətə, məxrəcə gəldi və iştirak etdi. Hansı qiymət aldısa onu qeyd edib, burada da onun deməli, rəqəmlə qiymətini yazacaq. Bir də belə bir şey deyim sizə, müəllimlər. Şagird qiymətləndirmədə, yəni KSG-də iştirak etməyən zaman, şagird gələndən sonra deyə bilərlər, sual verə bilərlər ki, dərs vaxtı uşağa yazdıracaqsınız summativi. Deyək ki, uşaq iştirak etməyib və üzürlü səbəbi var, biz indi ona yenidən KSG elətdirməliyik. Onu dərs vaxtı yazdıracaqsınız, xeyr. Dərs vaxtı biz dərs gedir də, summativin ki, öz günü var idi. Ona görə biz dərs vaxtı yazdıra bilmərik. Ona görə biz onu neynəyəcəyik? Deyəcəksiniz ki, dərsdən əlavə bir zaman ayırıb o uşağa summativ yazdıracam. Yəni, gəlmədiyi, üzürlü səbəbdən iştirak etmədiyinə görə gəlib summativini yazacaq. Amma belə deyək də və eyni summativi mi verəcəksiniz ona? Sual da verə bilərlər ki, həmin summativi keçəcəksiniz. Xeyr, artıq o uşaq üçün yeni summativ hazırlanacaq. Çünki artıq uşaqlar sualları bilirlər, bilirsiniz ki, bir-birlərinə ötürə bilərlər cavablarını.